Təsəvvür edin ki, bir saniyə ölçən işə düşür. Tık, tık və o saatın hər saniyəsi birbaşa sizin azadlığınızı ölçür. Bəli, bugün biz dərhal mətləbə keçirik. Çünki qarşımızda sadəcə quru bir qanun dərsi deyil, insan hüquqları ilə dövlət maşını arasında gedən əsl konstitusiya dramı dayanır. Konstitusiya Məhkəməsinin azadlıq hüququmuza dərindən təsir edən o məşhur qərarının pərdə arxasına və onun həyatımıza necə təsir etdiyinə baxacağıq. 48. Bu, sadəcə sıradan bir rəqəm deyil. Qanunvericiliyimizə görə bu, məhkəmə qərarı, yəni hakimin icazəsi olmadan polis tərəfindən saxlanıla biləcəyiniz mütləq maksimum müddətdir. Düz 48 saat. Saat işə düşəndə hüquq mühafizə orqanlarının əlində qərar çıxartmaq üçün məhz bu qədər vaxt olur. Yaxşı, bəs bu limit bitəndə nə baş verir? Gəlin bu işə düşən saatın real həyatda necə fəaliyyət göstərdiyinə baxaq. Ya Osmanovun işi buna ən bariz nümunədir. Hüquqi nəzəriyyəni bir kənara qoyub, bunu gerçək bir insanın üzərində təsəvvür edək. Osmanov dekabrın 5-də axşam düz saat 21:00-da şübhəli şəxs kimi saxlanılır. Vəssalam, saat işə düşdü. 2 gün sonra dekabrın 7-si səhər 11-də o dindirilir, rəsmən ittiham olunur. İndi isə ən maraqlı, bəlkə də ən gərgin məqam. Müstəntiqin həbs qətimkan tədbiri üçün etdiyi müraciət dekabrın 7-si saat 21:00-da, yəni o 48 saatlıq müddətin bitdiyi saniyədə məhkəməyə daxil olur. Təsəvvür edirsiniz, vaxt daralır, sıfırlanır və tam o an sənədlər hakimə verilir. İndi isə hər kəsi düşündürən o kritik sual ortaya çıxır. Polis bütün 48 saatı son saniyəsinə qədər istifadə edib bitirdikdən sonra işi hakimə verirsə, hakimin bu işə baxmaq üçün əlavə vaxtı varmı? Saat hakim üçün dayanırmı, yoxsa o şəxs dərhal azad edilməlidir? Bu, Osmanov işinin tam mərkəzində dayanan əsas uçurum idi. Və bu uçurum qanunvericilikdəki böyük bir hüquqi riyaziyyat problemini ortaya çıxardı. Məsələ sadə görünən, lakin insan azadlığı üçün riski hədsiz böyük olan bir riyazi hesablamadır. İki fərqli maddənin açıq-aşkar toqquşmasından bəhs edirik. Bir tərəfdən, Cinayət Prosessual Məcəllənin 14.14.86-cı maddəsi deyir ki, məhkəmə qərarı olmadan tutulma 48 saatdan artıq ola bilməz. Digər tərəfdənsə, 447-2-ci maddə deyir ki, müraciət məhkəməyə daxil olduqdan sonra hakimin işə baxmaq üçün 24 saat vaxtı var. Polis üçün 48 saat limit, hakim üçünsə 24 saat baxılma müddəti. Sual budur, bunlar bir-biri ilə necə uzlaşır? Yenidən xatırlayaq. 48 saat. Qanuna görə məhkəmə icazəsi olmadan tutulub saxlanılmanın qəti, mütləq limiti. Bu rəqəm heç kimin keçə bilməyəcəyi bir qırmızı xəttir. Lakin Bakı Apellyasiya Məhkəməsi təcrübədə çox təhlükəli bir təfsirin, fərqli bir yanaşmanın formalaşdığını fərq etdi. Bəziləri düşünürdü ki, hakimlər qərar vermək üçün qanunda göstərilən bu 24 saatı əlavə vaxt kimi istifadə edə bilərlər. Yəni, müraciət verilir və üstəgəl 24 saat vaxt qazanılır. Bu isə sözün əsl mənasında dəhşətli bir hüquqi riyaziyyata gətirib çıxarır. 48 üstə gəlsin 24 bərabərdir 72 saat. 3 tam gün. Bir vətəndaşın hakimin rəsmi təsdiqi belə olmadan düz 72 saat dəmir barmaqlıqlar arxasında qalma ehtimalından danışırıq. Bu yanaşma əslində vətəndaşın azadlıq hüququnu darmadağın edirdi. Və elə buna görə də məsələ birbaşa fundamental təminatlara, azadlıq hüququna qədər gedib çıxdı. Konstitusiya Məhkəməsinin müdaxiləsi burada tam yerinə düşdü. Çünki bu, sadəcə olaraq hansısa sənədin gecikməsi deyildi. Söhbət insan azadlığından gedir. Məhkəmə bunu kiçik bir texniki xəta olmaqdan çıxarıb, qlobal səviyyədə müzakirəyə çıxardı. Azadlıqlar haqqında böyük xartiya, yəni Magna Carta, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası, məhkəmə bu sənədlərə istinad edərək xatırlatdı ki, azadlıq kağız üzərindəki sadəcə bir söz deyil, əsrlər boyu formalaşmış mütləq bir dəyərdir. Beynəlxalq hüququn nə dediyinə diqqət yetirək. Avropa İnsan Hüquqları Konvensiyası çox net bir şəkildə bildirir. Tutulmuş hər kəs dərhal hakimin qarşısına gətirilir. Konstitusiya Məhkəməsi isə altını cızaraq qeyd etdi ki, dərhal anlayışı istirahət günlərini, bayramları da əhatə edir. Yəni, bugün şənbədir, bazar ertəsinə qədər gözləyək kimi bir bəhanə insan azadlığı məsələsində qətiyyən keçərli deyil. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi də bunu təsdiqləyir. Hər kəsin azadlıq hüququ vardır. Əlbəttə, biz başa düşürük ki, azadlıq mütləq, yəni sərhədsiz deyil.
Amma məhkəmənin obyektiv mövqeyi belə oldu ki, hər hansı məhdudiyyət yalnız və yalnız qanunun tələblərinə hərfi-hərfinə əməl edilməklə tətbiq oluna bilər. Heç bir halda süni əlavə vaxt uydurula bilməz. Buna əlavə olaraq, Konstitusiyanın 60-cı maddəsi də hər kəsə ağlabatan müddətdə ədalətli mühakimə olunma təminatı verir. Açıq danışaq, dövlət strukturları, müstəntiqlər və hakimlər sənəd mübadiləsi apararkən, qrafikləri uyğunlaşdırarkən bir insanın hüceyrədə saatlarla, günlərlə gözləməsinə bəraət qazandırmaq olmaz. Proses sürətli və konkret çərçivədə olmalıdır. Yaxşı, bəs bütün bunlardan sonra Konstitusiya Məhkəməsi o qəliz hüquqi riyaziyyat problemini necə həll etdi? Gəlin məhkəmənin yekun qərarına baxaq. Budur o həlledici cümlə. Məhkəmənin baxış müddəti olan 24 saat əlavə bir müddət deyil. Konstitusiya Məhkəməsi tam bir mənalı şəkildə nöqtəni qoydu ki, hakimin işə baxması üçün nəzərdə tutulan bu vaxt məhz o mütləq 48 saatlıq limitin elə öz daxilində yerləşir. Yəni, ən önəmli məqam budur. Yeni və düzgün hüquqi tənlik belə işləyir. İstintaq orqanının apardığı iş, üstəgəl məhkəmənin baxış müddəti. Bunların hər ikisi eyni limitə sığmalıdır. Və bu mütləq maksimum hədd 48 saatdır. 48 saat hakimlər üçün işin başladığı vaxt deyil, həm polis, həm də məhkəmə üçün dəmir bir son dayanacaqdır. Və bilirsiniz, ən maraqlısı nədir? Məhkəmə yalnız yerli qanunlarla kifayətlənmədi. Beynəlxalq təcrübəni də araşdırdı. Məsələn, Rusiya və Qazaxstanda bu necədir? Rusiyada 48 saat, Qazaxstanda 72 saat maksimum limitdir. Amma hər ikisində qızıl bir qayda var. Polis sənədləri müddətin bitməsinə azı 8 saat qalmış hakimə verməlidir. Yəni, sistem elə qurulub ki, məhkəmənin baxması üçün əvvəlcədən düşünülmüş, qanunla zəmanət verilmiş bir vaxt pəncərəsi var. Və bu da bizi gətirib çıxarır yekun tövsiyəyə, birbaşa Milli Məclisə verilən mesaja. Baxın, məhkəmə qanunun riyazi təfsirini düppədüz yoluna qoydu və vətəndaşın hüququnu xilas etdi. Amma digər tərəfdən bu, polis və hakimlər üçün böyük bir praktiki problem yaradır. Fikirləşin, əgər polis icazə verilən 48 saatın düz 47 saat 55 dəqiqəsini istifadə etsə, hakimin qərar çıxarmaq üçün cəmi 5 dəqiqəsi qalır. 5 dəqiqəyə bir insanın taleyini, azadlıq hüququnu ədalətli həll etmək necə mümkündür? Heç cür. Bu, ədalət mühakiməsinin keyfiyyətini birbaşa sual altına qoyur. Və buna görə də Milli Məclis vaxt bölgüsü üçün mütləq hərəkətə keçməlidir. Məhz buna görə məhkəmənin rəsmi tövsiyəsi belə oldu. Birincisi, istintaqçılarla hakimlər arasındakı iş və sənəd axını yenidən qurulmalıdır. İkincisi, o vahid 48 saatın içində hər iki tərəf üçün konkret ağlabatan bir vaxt bölgüsü aparılmalıdır ki, hamı öz işini normal görə bilsin. Və üçüncüsü, buna uyğun olaraq Cinayət Prosessual Məcəlləyə də dəyişikliklər edilməlidir. Sistem saat kimi dəqiq işləməlidir. Beləliklə sizi çox dərin və vacib bir sualla baş-başa buraxmaq istəyirəm. Özünüzə bu sualı verin. Cəmiyyəti qorumaq üçün effektiv polis istintaqına verilən zamanla bir vətəndaşın mütləq azadlıq hüququ arasındakı o incə qırmızı çizgini biz tam olaraq harada çəkməliyik? Cəmiyyətin təhlükəsizliyi ilə fərdin azadlığı arasındakı bu balans həmişə, hər an sınağa çəkilir. Ümid edirəm ki, bu mövzudakı təhlilimiz o mürəkkəb hüquqi maddələrin əslində birbaşa sizin həyatınıza, azadlığınıza necə təsir etdiyini görməyə kömək oldu. Fikirləşməyə dəyər. Növbəti görüşlərədək.